معظم انقلاب که با اینکه oruçluq idi, با اینکه مریض احوالdi ولی oruçluqda سرزده و بدون اطلاع قبلی geldi هم مردما هم مسئولlara ve hem bir iddialar ki hemişe bulanlıq sudan isterler su istifade eləsin. Bir iddia qurtlar ki hemişe dumanlıqdan istədilər su istifade eləsinlər. Fars-Türk davası alsınlar. İrani ve Filistin bəhs eləsinlər. Rəhbər Muazzam İnqilabın bu gəlməyi həm maye aramış mərdum oldu. Hem maye aramış məsullar oldu. Ve hem de bir iddia şayat o məbahis haşiye kenara gitti. Vaqəən bir iddia münafıklar, bir iddia xalqi musulmanlar, bir iddia panturkistlər, bir iddia ziddi inqilablar, bir iddia milli cəlalər əvvəlin ruz zəlzələ-i Azərbaycandan bər əleyh İslam, bər əleyh bu inqilab, bər əleyh vəhdət bu məmləkət təlaş edirdilər. Və biz mərdumi Sərab tərəfindən elan edirik. Panturkistlər, zidd inqilablar, xalqi musulmanlar Azərbaycanda heç caygah və ərzişləri yoxdur. Bir iddia xanımlardan məndən bir sual elədilər. Dedilər biz kariməndik. Vaxtı ki aydan aya pulumuzu alırıq, gətiririk övə. Evdə kişilər zorla tuturlar bu pulları bizim əlimizdən alırlar. Bu şərisi nəcürdür? Əlavə bər bu iki xanımlardan biz xahişimiz budur ki evlərin təmini həzinəsində köməkli eləsinlər, amma məsələ-i şəri soruşublar, biz də məsələ-i şəriyə cavab veririk. Kişinin şərən haqqı yoxdur arvadın dəramədinə təsərrüf eləyə. Bu şərən haramdır və bu bir dənə dozdiyə möhtərəmanədir.